Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət edilib. Globalinfo.az qeyd edir ki, Teleqrafın əldə etdiyi məlumata görə xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib. Vətəndaş ərizəsində qeyd edib ki, İdil Fərzəliyevin məzardaşında onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılayan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yer alıb. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən İdilin valideyni 2024-cü ilin oktyabr ayında mərhum oğlunun qəbirdaşının üzərinə dayıları tərəfindən işgəncələrə məruz qalıb, xüsusi amansızlıqla öldürülən oğlum cümləsini yazdırıb. Mərhumun dayısının sözlərinə görə Rusiyada İdilinin ölümü ilə bağlı aparılan cinayət işi rədd olunub və hadisə rəsmi intihar kimi qiymətləndirilib. Bu barədə Rusiya hüquq mühafizə orqanlarının materialları mövcuddur və ölümün zorakılıqla bağlı olmağı rəsmi təsdiqini tapmayıb. O, bu səbəbdən məzar daşındakı yazını ağır böhtan hesab edib. İdil Fərzəliyevin dayısı daha sonra şikayətini geri çəkib. Nəticədə Ağcabədi rayon məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilib.